Daim yaxınlıqda olan qəddar qatil. O demək olar ki, gözə görünməzdir. Balaca pəncəli, sadə quruluşlu bir canlıdır və onun yalnız bir məqsədi var: qanla qidalanmaq. İnkişaf etmiş neyroinfeksiyalardan birinin daşıyıcısı olan ensefalit genəsi sadəcə parazit deyil, o, şimal yarımkürəsində ən təhlükəli xəstəliklərin səssiz yayılma vasitəsidir. Bu canlı haqqında 1930-cu illərdə Sovet İttifaqının uzaq şərqində fəhlələrin kütləvi şəkildə ölümlərindən sonra danışmağa başladılar. Onların hər birində əvvəlcə hərarət, qusma və baş ağrısı simptomları peyda olurdu və əvvəlcə həkimlər bunun qripin ağır forması olduğunu fikirləşirdilər. Amma bir neçə gündən sonra yoluxanlar danışmaq qabiliyyətini itirir, hərəkət edə bilmir, komaya düşür və ya beyin törəməsindən ölürdülər. Elə o zaman alim Lev Zilber bu virusa özü yoluxduqdan sonra ilk dəfə olaraq ensefalit virusunu aşkar etdi və bunun müqabilində sağlamlığını itirdi. Virus insan bədəninə gənənin dişləməsi ilə daxil olur və qan vasitəsilə beyinə çataraq onun qişasını iltihablandırır. Xəstəlik vaxtında dayandırılmazsa nəticələr faciəvi olur. Mərkəzi sinir sistemi zədələnir, iflic başlayır, eşitmə, görmə və nitq itkisi, halüsinasiyalar, qıcolmalar və hətta koma baş verə bilər. Sağ qalan xəstələr isə daimi əlilliyə məruz qalırlar. Dünya statistikası göstərir ki, hər il təxminən 2000 insan ensefalitdən həyatını itirir, amma beyində bərpa olunmayan zədə alanların sayı qat-qat çoxdur. İnfeksiya hər il daha geniş yayılır. İqlim dəyişikliyi səbəbindən gənələrin yayılma şansı artır, fəallıq dövrü isə mart ayından noyabr ayına qədər uzana bilər. Əlavə olaraq qeyd edim ki, gənələr ensefalitdən başqa bir neçə infeksiyanı da ötürə bilər, yəni borrelioz və anaplazmoz. Ən qorxulusu isə odur ki, virus insan orqanizminə hətta yoluxmuş keçi və ya inəyin pasterizə edilməmiş südü vasitəsilə də daxil ola bilər. Ensefalitdən özünü müalicə etmək mümkün deyil. Yalnız simptomatik müalicə tətbiq olunur, yəni sistemlər, oksigen dəstəyi, qıcolma əleyhinə dərmanlar. Amma təəssüf ki, virusun özünə qarşı dərman yoxdur. Amma illərlə sınaqdan keçmiş peyvənd mövcuddur və hər 3 ildən 1-2 mərhələli olaraq xəstəyə təkrar vurulur. Gənə əleyhinə vasitələrdən istifadə etmək, hündür otlu sahələrdən uzaq durmaq və hər gəzintidən sonra bədəni diqqətlə yoxlamaq vacibdir. Çünki gənə dəridə 3 günə qədər heç nə etmədən otura bilər. Anlamaq lazımdır ki, ensefalit gənəsi elə virusun özü kimi nə qorxu, nə vicdan, nə də ki aqressiya hiss etmir. O, sadəcə təbiətin ona verdiyi proqramı yerinə yetirir, yəni sağ qalmağa çalışır və biz buna əhəmiyyət verməyib sağlamlıq, zehin və ya həyatımızı itirə bilərik. Özünüzü qoruyun.